Doktorların səyi nəticəsində ikinci dəfə mənə həyat verdiler olur. Hər anın öz hökmü var. Həkimlər pasiyentin həyatını xilas etmək üçün sona qədər mübarizə aparıb. Aqonal vəziyyətdə Bərdə rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə çatdırılan 1961-ci il təvəllüdlü şəxsin ürəyinin dayandığı müşahidə edilib. Həyatı təhlükəni ortadan qaldırmaq üçün həkimlər dərhal ilkin tibbi yardıma başlayıblar. Təcili tibbi yardım şöbəsinin 2 həkimi Vüsal Rüstəmli və Pərviz Əlizadə növbəli şəkildə fasiləsiz ürək masajı ediblər. Hər keçən dəqiqə həyatı təhlükəli olsa da, onlar xəstəni həyata qaytara biliblər. Təxminən 10 dəqiqədən artıq davam edən reanimasyon tədbirlər nəticəsində pasiyentin ürək fəaliyyəti bərpa edilib. Reanimasiya şöbəsinə yerləşdirən pasiyentə kəskin ağciyər ürək çatışmazlığı diaqnozu təyin edilib. Vəziyyəti stabilləşdirildikdən sonra müalicəsi terapiya şöbəsində davam etdirilib. Yusuf abi öğret oldu. Çok sağ olsunlar, Allah onlarla kömək olsun. Həqiqətən də mən Bərdənin bu doktorlarından həqiqətən də minnətdaram. Devlətimizə, devlet başımıza hamısına minnətdaram. Bugünkü gündə xəstənin vəziyyəti stabil olaraq evə çıxış verilir. Komandamıza, əməyə keçən hər kəsə təşəkkürlər bilirik. Dayı, sənə də uzun ömür can sağlığı. Çox sağ olun, mən sizin minnətdaram. Mənim qəhrəmanlarımsınız. Sağ olun, dayı. Sizə təşəkkür edirəm. Vəziyyəti qənaətbəxş qiymətləndirilən pasiyent 12.03.2025-ci il tarixində ambulator müalicə üçün evə buraxılıb. Təbib ailəsi olaraq bir ömür xidmətinizdəyik.